Bu Hudson'dur. 1949-cu ilin Amerika biznes klası. Burada ikimizə rahatlıqla yer var. Ön tərəfdə 3 nəfərlik nəhəng divan var. Arxada da divan yerləşir, amma orada elə bil 5 nəfər də əyləşə bilər. Bu, dədənin 76 yaşı var. Amma salonun vəziyyətinə baxanda elə bil təzədir. Bir baxın, çünki orijinal bəzəklər yalnız buradadır. Elə bilirsiniz ağacdır. Qulaq asın. Bu ağac deyil. Ağac naxışlı akvaprint dəmirdir. Heç bir şpon yoxdur. Baxın, burada saatlar var. Burada radiomagnitofon, burada temperatur göstəricisi, benzin göstəricisi və sürət ölçən. Baxın, bu hava üfürəndir. Burada isə maşının nömrəsi gizlənib. Xrom güzgülər, xrom qapı dəstəkləri. Elə bil delikdəki kimidir. Bu kiçik pəncərələrin üzərində də xrom bəzəklər var. Sakit, sakit, toxunma. Xrom külqabı, xrom şüşə qaldıran dəstək, xrom qapı dəstəyi, arxa bamper xrom, egzoz xrom, dəstək xrom, hətta bəzək də xrom. Bağajı isə olduqca genişdir. Üstəlik, orijinal ehtiyat təkəri ilə birlikdə. Təhlükəsizlik kəmərləri zavoddan quraşdırılmayıb. Açarı çeviririk və bu düyməni basırıq. Opa, yarım çevirmə. Sürət qutusu isə sükanın arxasındadır. Şüşə silənlər əlbəttə biraz gülməlidir. Biraz əyilib, baxın, bu birinci sürət. Amma artıq ikinciyə keçmək lazımdır. Burada cəmi 3 sürət var. İndi ikinciyə keçdim. İndi də üçüncü. Opa, sakit, sakit. İdarə etməsi kifayət qədər rahatdır, asan tənzimlənir. Vəssalam. Maraqlı maşındır. Bu, sizə sadə bir oyuncaq yox, ciddi bir gəmi kimidir.